Yay aylarında bir çox insan soyuq yeməklərə üstünlük verir, isti yeməklərdənsə uzaq durur. Lakin bu yanaşma sağlamlığa, xüsusilə qastrit, xora xəstəliyi, pankreatit və xolestit kimi mədə-bağırsaq traktının xroniki xəstəliklərindən əziyyət çəkən şəxslərə zərər verə bilər. Bu barədə həkim gastroenteroloq Yevgeniya Melnikova Gazeta Ruya müsahibəsində xəbərdarlıq edib. O qeyd edib ki, xüsusilə istidə bir çoxlarının sevdiyi dondurma qəlyanaltı kimi tövsiyə olunmur. Yüksək kalorili, yağlı və şəkərli olan bu məhsul həzm sistemini yükləməklə yanaşı pis həzm olunur. Yuxarı tənəffüs yollarının seliklik qişasını soyudur. Damar spazmına və nəticədə kəskin respirator xəstəliklərin yaranmasına səbəb ola bilər deyə Melnikova qeyd edib. Onun sözlərinə görə süd kokteyli, kvas və ya limonad kimi içkilərlə sərinləmək də düzgün seçim deyil. Bu şirin içkilər sadəcə susuzluğu daha da artıracaq və istiliyi bədəndə saxlayacaq. Çünki bu cür içkilər normal tərləməyə mane olur və susuzlaşma riskini yüksəldir. Şübhəsiz ki, yayda orqanizm daha çox mayeyə ehtiyac duyur. Çünki tər vasitəsilə maye etkisi artır. Amma bu ehtiyac düzgün şəkildə ödənilməlidir. Adi su, çay, kompot və mors kimi içkilərə üstünlük verilməlidir deyə həkim bildirib. Gastroenteroloq əlavə edib ki, yay mövsümü təkcə piknik və məzuniyyət dövrü deyil. Eyni zamanda qida toksikoinfeksiyalarının da artdığı bir vaxtdır. Buna görə də səyahət zamanı tez xarab olan məhsullardan süd, kəsmik, qaymaq, yumurta, kalbasa, konservlər, mayonezli salatlar və kremli pirojnalardan istifadə etməmək tövsiyə olunur. Elçin Şural, Qafqaz TV üçün.